Çempionlar Liqasında daha bir həftəni geridə qoyduq. Bizim üçün möhtəşəm keçən 2 həftədən sonra təəssüf ki, bu dəfə istədiyimiz nəticə olmadı. Bəs niyə belə oldu? Harda səhvlər etdik? Kanala abunə olub videonu bəyəndinizsə, keçək videoya. Atletik Bilbao Qarabağ dueli fərqli motivasiyada olan klubların dueli olacaqdı. Bir tərəfdə Çempionlar Liqasında 2 oyunu uduzmuş və son 10 oyunda cəmi 1 qələbə qazanan İspanlar, digər tərəfdə isə 2 oyunda qələbə qazanaraq nəinki Avropaya, dünyaya səs salmış Qarabağ. Bilbao'nun baş məşqçisi Valverde yaxşı bilirdi ki, bu oyun onun sonunu gətirə bilər. Necə ki, Benfica'da Bruno Lage eyni taleyi yaşamışdı. Ona görə də bu oyunda əlində nə kozurlar varsa, hamısı stolun üstündə olacaqdı. Atletik bu qarşılaşmaya liqada qələbəsiz çıxmışdı. Təzyiq böyük idi. Qarabağ isə daha yaxşı formada idi və daha bir səfər qələbəsi qazanmaq istəyirdi. Yankovicin startda oyuna çıxmaması əsas heyətə məlli alt-üst etdi. Benfica və Kopenhagen oyunun əksinə olaraq Qurbanov bu dəfə Neymar ilk dəqiqələrdən döyüşə atdı. Cəmi 48 saniyə keçmişdi ki, Qarabağ önə keçdi. Leandro Andrade müdafiəçilərin səhvindən yararlandı və topu Unai Simeon'un qapısına göndərdi. Amma bu gol bizə lazım idimi? Fikrimi yanlış anlamayın. Yəni bu qədər erkən gol onsuz da ölüm-dirim oyununa çıxan Atletiki daha da əsəbləşdirəcəkdi. Dediyim kimi də oldu. İspanlar ilk hissəni 66% topla oynadılar və qapımıza tərəf 14 zərbə endirdilər. Və təəssüf ki, bərabərlik qolunu da vurdular. Qola nəzər yetirsək görərik ki, müdafiəmiz irəli çıxıb, amma bunu eyni xətt üzrə etmədikləri üçün ofsaydı da pozublar. Fikir versəniz, hər 4 müdafiəçimiz ayrı-ayrı nöqtədədir. İkinci hissənin əvvəllərində Qurbanov maraqlı dəyişikliklər etdi. Yarımdafiə xəttində Bikalo Yankovic əvəzləndi. Böyük ehtimal Qurban müəllim daha çox top saxlayıb, oyunu mərkəzdə keçirmək üçün bu addımı atdı. Amma zədədən yeni qayıdan Yankovicin oyuna hələ tam hazır olmadığını gördük. Və bu da Qurbanovun planlarını alt-üst etdi. Digər dəyişiklik isə Andrade və Attayev əzləməsi oldu. Halbuki burada oyunda sönük qalan Nərmanı oyundan çıxarmaq olardı. Andrade qayıdacaqdı öz sağ mövqeyinə, Camilo Duran isə hücumun mərkəzinə çəkmək olardı. Ən azından Nərmandan daha çox pressinq edəcəkdi. Artıq ikinci və üçüncü mövqedə topu tam rəqbə verdiyimiz üçün Atletik getdikcə təzyiqi artırırdı. 70-ci dəqiqədə Navarro topu elə mövqeyə vurdu ki, onun qarşısını almaq mümkün değildi. Oyunda Qarabağ adına 2 qırılma anı oldu. Birincisi penalti epizodu, hansı ki çox müzakirə olundu. Bu epizodda bizi çaşdıran rakurs məsələsi idi. Elə rakurs var idi ki, orada topa toxunuş olduğu görünürdü. Amma elə rakurs da var idi ki, penaltiyə daha çox bənzəyirdi. Hər halda, hakim burada penalti olmadığı qənaətinə gəldi. Digər qırılma anı isə Kaşkın zərbəsinin boş qapdan çıxarılması oldu. Əgər bu iki epizoddan biri qolla nəticələnsəydi, indi biz tamam başqa şeylərdən danışırdıq. Bu oyun bizə göstərdi ki, Qarabağ Bilbao kimi rəqiblərlə mübarizə aparmaq gücündədir. Amma yetər ki, futbolçularda özünə inam tam olsun. Necə ki, Benfica oyunda biz bunu görmüşdük. Taktiki gedişlərə gəldikdə isə bəli, bu oyun Qurban müəllim heç kəsin gözləmədiyi 11-liklə oyuna çıxdı və gözləmədiyi dəyişikliklər etdi. Qurban müəllim əlindəki potensialın necə olduğunu hamıdan yaxşı bilir, amma təəssüf ki, bu dəfə alınmadı. Amma yenə də bu komanda etdiklərinə görə bizə sadəcə təşəkkür etmək düşür. Qarşıda bizi Chelsea ilə daha çətin oyun gözləyir. Bu barədə isə növbəti videoda danışacağıq. Qaçırmamaq üçün səhifəyə abunə olmağı unutmayın.